İmam Səccadın əleyhissalam Şamda söylədiyi tarixi və ölməz xütbə zalımların həqiqi simasını üzə çıxardı, ümmətin yatmış vicdanını yenidən oyatdı. Ey insanlar! Məni tanıyan tanıyır. Məni tanımayanlara isə öz soyumu və nəsəbimi tanıdacağam. Mesaj, həqiqət hakimiyyətin təbliğatı arxasında gizləndiyi zaman İmam ümmətə özünü tanıtmaq üçün ayağa qalxdı. Çünki haqqı dirçəltməyin ilk addımı həqiqi kimliyi tanıtmaq idi. Mən Məkkə və Minanın oğluyam. Mən Zəmzəm və Səfanın oğluyam. Mesaj, İmam yalnız öz nəsəbi ilə fəxr etmirdi. O, ümmətə xatırladırdı ki, Əhl-i Beyt İslam risaləsinin və Peyğəmbərin həqiqi və əsl davamçılarıdır. Mən Fatime-i Zəhranın oğluyam, mən xanımlar xanımının oğluyam. Mesaj, İmam bu sözlərlə insanların qəlbini yenidən aləmlərin xanımı Həzrət Fatimeyə yönəltdi ki, Allah Rəsulunun nəslinin üzərinə gətirilən böyük müsibətin miqyasını onlara göstərsin. Mən zülm içində qətlə yetirilənin oğluyam. Mən susuz halda şəhid edilənin oğluyam. Mən Kərbəla çölündə cansız bədəni yerə sərilmiş şəxsin oğluyam. Mesaj, bu sözlər təkcə İmamın müsibətini təsvir etmirdi. Onlar Kərbəla həqiqətini tarixin vicdanında əbədi yaşadan bir şahidlik idi. Müəzzin şəhadət verirəm ki, Məhəmməd Allahın rəsuludur dedikdə, İmam Səccad Yezidə üz tutub buyurdu, ey Yezid, bu Məhəmməd mənim cəddimdir, yoxsa sənin? Əgər onu öz cəddin hesab etsən, yalan demiş olarsan. Əgər mənim cəddim olduğunu etiraf etsən, bəs nə üçün onun əhl-i beytini qətlə yetirdin? Mesaj, İmam tək bir sualla saxta iddiaları alt-üst etdi, həqiqəti aşkara çıxardı və haqqın üstünlüyünü nümayiş etdirdi.